Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayırıq. Maşınların qiymətlərindən maraqlanıb sizləri tanış edəcəyik. Qardaş, xeyir olsun. Çox sağ olun. BMW. Bu hansı model gedir? 46. Buyurun, məlumat verin bilək, necə maşındır? 2002-ci ildir. 2.5 qoşa vanus, M54 motor, orijinal probek. Motor korobkasına söz ola bilməz. Motorunda yağ yemək qəti yoxdur. Yəni, maşın göz qabağındadır. Nə vaxtdan sizinkidir? 1 ildir məndədir. Aformut olunub, yoxsa etibarnamədir? Yox. Generalin atamın üzərinədir maşın. Aformut olunub yəni. Sənədlər zadlar hamısı qaydasındadır. Atanızın adından, texpasport. Bəli, hər şey atamın adındadır. Alandan sonra xərciniz oldu mu? Yox. Heç nəyə xərc qoymamışam. Elə olduğu kimi də sürmüşəm. Necə almışsınız o vəziyyətdədir? Heç təkərim elə dəyişməmişəm. Elə olduğu kimi. Gördüyünüz xərcləri var, dedin satın bir axışını alıb, hə? Yox, ümumiyyətlə özümün də pul ehtiyacı varam. Özümün başqa bir dənə maşınım var. Ona görə satıram ki, onun bazı yığmaq istəyirəm. Maşın şəki maşındır, kənd yerinə biraz burası yaramır da, alçaq maşındır. Hündür özümdə var, ona bazı maya qoymaq istəyirəm. Ona görə bunu satıram. İnşallah. Motor dediyiniz 2-dir bunda? 2.5. 2.5, benzin motordur. Bəli. Necədir motorun vəziyyəti? Əla, ideal vəziyyətdə motordur yəni. Yığılmış olar da yəqin ki. İl neçə idi? İl 2002-ci il. 2002. Yəni mən yığmamışam, nə motorun, nə korobkasını yığmamışlar. Məndən qabaqçı yəsi bilmirəm da, yığıb, bunu yalan deyərəm. Aha, 330 mindir səhv eləmirəmsə. 338 min. Hə. Motor əsas odur, yaxşıdır. Yaxşıdır, yağ yeməsi yoxdur. Bunlarda indi deyirlər BMW biraz yağ yeyən zaddır, motorun zadında qətiyyən yağ yemək zadı yoxdur. Korobka mexanikadır. Avtomat korobkadır. Avtomat. Bəli. Vurması, Xeyr, səsi yoxdur ki. Xeyr, qətiyyən yox. Difer də var da bunda. Bəli. Orada vəziyyət necədir? Yaxşıdır, idealdır yəni. Səsi yoxdur, heç bir şey yoxdur yəni. Polda vəziyyət. Yaxşıdır, çürüyü mürüyü yoxdur. Altı düzdür, çox alçaq deyilsə, biz özümüz də görə bilmədik. Yox, çürüyü zadı yoxdur yəni. Alan adam da yoxlatdıra bilər yağ meyvə, livoyusda. Səskü yoxdur. Xeyr. Altında, peredokunda. Xeyr, qətiyyən yox. Təkərlər dəyişsə də yaxşı olar, elə? Təkərlər vallahi öz üstündə gələn təkərlərdir. İdeal vəziyyətdədir, ona görə dəyişməmişəm. Dəyirsək gözəl görsənər. Dəyişən detal necə? Dəyişən detal dəyişməmişəm heç nədən. Bir dənə qabaq abisovkasını dəyişmişəm və səmə o da ki, köhnə stil idi. Tünd qara idi, mən o rənglisini qoydum vəssalam. Bir dənə kosmetik işləri varmı? Yoxdur maşın. Normaldır da. Hə, kraskası da ideal kraskası, bu kosmetik işləri yox. Maşınımız biraz çirklidir, tam da görsənmir. Şüşələrində, ön alın şüşəsində çatı var. Hə, bir dənə burada çatı var bu balaca. Burada. İşte təmizdir. Yan aynaların dördündə də düymə gördüm. İşləyirlərmi? Bəli. Əvvəl əllə olub deyəsən, sonra düyməyə keçib arxalar. Valla bilmirəm, mən alandan nədirsə elə üstündə olan odur. Oturacaqlar da dəridir. Bəli, koja sağ olun. Zədə yoxdur elə bilirəm, eləmi? Yox, oturacaqlar bir balaca zədə var, o da ki, yəni nə olsa alan adamla səmtləşərəm. Gəlib baxarlar, qiymətləşərlər. Əsas kondisioner demədik. Kondisioner işləyir, kondisionerdir, peşdir, işlək vəziyyətdə. Maşınımızın dəyəri neçədir? 10.800 deyirəm. İndi real alıcı olsa, xərclər zad da olsa, qiymətdən çıxaram. 10.800. 10.800-ə deyirəm. Son fikir 10-dur, yoxsa ondan aşağı düşəcək? Vallahi, o alan adamla bir məhsulat eləyək görək, o nə deyir, mən nə deyirəm. İndi mən qismət Allahdan, bəlkə gördü, bəyəndi. İnşallah bir yaxşı klient sizə qismət olar. İnşallah. Gəlin maşınınızı alıb aparaq. İnşallah. Maşınımız da Şəkidədir. Bəli, Şəki. Əlaqə nömrəniz? 050 629 32 80. Uğurlar arzu edirəm. Çox sağ olun. Qardaş, xoş gördük sizi Bərdə Maşın Bazarından. Xoş gördük qardaş, xoş gördük. 190 Mercedes. Bəli. Buyurun, məlumat verin bilək, necə maşındır? Maşın çox ideal maşındır. Qoy deyim, motor təzə yığılıb, bir aydır yığılıbdır. Ondan sonra sənədlərdir, bir ay təzələnibdir, bir ayda təzələnibdir. Neçədir maşınınızı? 1988-in axırı 90-ın əvvəlidir. 88 gedir. 89, əstağfurullah. Sənəddə 89 göstərir. Bəli. Sizdə nə vaxtdandır? 3 ildir məndədir, ikinci yiyəsiyəm maşının. Bunu Qaradağ rayonundan almışam, yiyəsi müəllim olubdur. Vuruğu yoxdur, çapığı yoxdur, nə arxa, nə qabaq, nə böyür, heç bir yerdən vuruğu yoxdur. Sənədi nədir bəs? Sənəd nədir? Etibarnamədir, aformut? Yox, birbaşa öz adımadır. Aformut eləşdirmişsiniz. Birbaşa öz adımadır. Maşındakı yaxşı vəziyyətdədir. Kondisionerin bir dənə radiatoru yoxdur. Onu qoysan, qazın vurdusan, kondisioner işləyir. Lükunda 30 manat xərci var. Qalan heç bir problemi yoxdur. Kondisionerin motorunu dəyişdiniz? Kondisionerin motoru bagajda olandır.
bu. Yox, dəyişmisiniz görünürsən? Yox, üstünə qoyulmalıdır. Hə, elə bizə Götürmüşəm ki, aparıb evdəydi, hə. Maşınınızın mühərriki 1.8? Yox, 2. 211, 211, bəli, benzin. benzin mühərrikdir. Mexanikdir, özü də ki, şaqalat deyilən aparatı var. Oradan azaltdırırsan 6 litr yarım, 7 litrə qədər içir. Ondan artıq içmir. Benzin də yaxşı Bəli, işlədir. yaxşı işlədir. Motor da təzə Motorda ödəmişsiniz. 1 aydır, bəli. 1 aydır Daha təzə. problem yoxdur ki. Heç bir problemi yox. Gözəl. Korobkası necə? Karovka 5-dir. Mexanikadır. Bəli, buranı bir zəhmət olmasa çəkin. Bax, burada 7-ni əvəz edir. Bu aparatdır. Bunu çörsən 7 Scorpio əvəz edir. Sportivini də əvəz eləyir. 5 normal, 5 Mercedes. 4 versiyası var. Hə. Onu yəqin işlədənlər bilər. Mənim Bəli, anlayışım bəli, yoxdur. Korobkası, motoru. Saz vəziyyətdədir. Bunun karovkası, hər şey normaldır. Elə bir ki, altında 50-60 manatlıq uzaqbaşı xərc olar, o da budur. Üstü pistan pasevniki sol tərəf, bir də arxa palosun pasevniki. Vəssalam. Dəyişəsidir. Hə, dəyişir. Səs eləyirmi, yoxsa nədir? Hədə səs edir, arada uğultu verir. Yəni ustası falan varmı? Var. Ustası da var. Bütün zapsası da hər yerdə var bunun. Gözəl. Maşınınızın altı necə? Çürüyür, Yox, pası? heç bir sürü pası, heç nə yox. Altı yaxşı. Normaldır, bəli. Perodokda vəziyyət necə? Çox gözəl. Səs-küy yoxdur ki. Heç bir səs-küyü yox. Çiçək kimi. Təkərlər? Təkərlərdəki normal təkər. Təkərlər yaxşıdır. Bəli, normal təkər. Disklər öz disklərimi yoxsa Bəli. Lehim öz diskçilərdir, Zavatskoy bunların öz diskisi. Bunun üstünə başqa diskini qoyanda qardaş, qoy açığın deyir. Elə bir ki, tişin ağardır. Yaraşmır. Bunun özü, öz diskisi bunun özü. Özdəki Bərdə rayonunda belə mənim maşınım olduğuna görə demirəm. Belə viddi 190 yoxdur. Bərdə rayonunda həqiqətən deyirəm. Burada bizim usta var, Ravan usta. Onun yanında 20-30 dənə maşın gətirirlər ustanın yanına. Mənim maşınım ora girəndə hamısı ona baxır, o maşına, vidinə görə. Çapılmamış maşın. Dəyişəni necə? Necə? Qapı, tır, kapot. Heç bir şey dəyişilmir. Hamısı özününkidir. Radnoydu, hə. Kraskanı 3 il bundan qabaq bu alt üst bolleri ofisimiz kraska ilə bərbad elədim. Apardım, nerviləndim, izbor bastırdım kraskaya. Hə, super. Hazırda kosmetik işi yoxdur. Baş üstə Yox, kraska işi zadı yox. Hər şey normaldır, qardaş. Aynalar təmizdir. Qırığı çatı yoxdur Yox, kənarlarda. heç nə yox. Gözəl. Hər şey normal. Şitdə, çat falan zədə yoxdur. Heç bir şey yox. Oturacaqlar parça salon. Salonda normaldır Hə, demək. normaldır. Acaba süzülmələr Var onlarda Yox, o da kirdən. heç də üstünə bir dənə 50-60 manat çıxol keçsin, sürsün. Əllə qalxır aynalar, yan aynalar elə. Bax, deyirəm qardaş. Qabaqlar avtop Düymə ilə. Ön aynalar düymə ilə qalxır. Düymə iləndir. Arxalar Arxalar ruçnoy əlləndi, amma bir şey də var ki, bir dənə pultu basanda qapılar, bagaj, hətta benzinin qapağına kimi kilitlənir, bağlanır. Universal rejimdir. Yəni super rejimdir. Düşdün buran kimi hər tərəf bağlanır. Bir mərdimazlar gəlib baxın, nəysə tullayar, ya o yan bu yan, nə belə. Gözəl. Hə, yəni vuran kimi avtomatik hamısını bağlayır. Bəli. Maşınımızın qiyməti neçə idi? Maşınımızın qiyməti məsələn 5-8-ə deyirəm, belə alan olsa ideal, real alıcı olsa, məsələn verərəm 5-5-ə. İndi o dediyiniz müəyyən yerlərində xərcləri var. Onları çıxmısınızmı yoxsa onları çıxıram da, bax o 5-8-ə deyirəm, 5-5-ə də verərəm. Çıxıram. 300 manat üzbor xərci ola ya olmayar. Üzbor. 5000-ə verməyəsiniz. Yox, 5000-ə yeri yox. Çünki Bərdə rayonunda belə viddi 190-a rast gəlir. Maşınınız da Bərdədədir. Bəli. Bərdə rayonun 32-lər kəndi. Telefon nömrənizi deyə bilərsiniz? 051 555 42 07. Adım da Səbuh idi. Səbuh Asimoğlu Bərdəli. Özüm şairəm, piyanistəm, müğənniyəm. TikTok səhifəmdə də bir çox adam görəndə tanıyacaq məni. TikTok səhifəmdə var. Bəlkə elə bir şeir də söyləyəsiniz bizim efrimizdə. Yox da bunu sonraya saxlayaq. Bu şeir bazarı deyil, maşın bazarıdır. Uğurlar arzu edirəm. edirəm. Çox sağ ol, təşəkkür edirəm. Var olasınız. Allah razı olsun. Çox sağ ol. Sağ ol qardaş, sağ ol. Qardaş, Allah xeyir versin. Sağ ol, Allah canını sağ eləsin. 06 maşınınızı satırsınız. Bəli. Buyurun, məlumat verin, bilək necə maşınınız? Vallahi 90'ın maşınıdır qardaş. Bez detal. Yəni bir yeri dəyişməyib. Motor 03, 5200-ə deyirəm. Yəni real alıcı olsa, yəni aşağı yeri olar da, nə? Nə vaxtdan sizindir bu maşın? 2 ildir. Aformut olunub yoxsa etibarnamədir? Yox, etibarnamədir. İkincisini mi aldınız? Ha? İkincisi mi deyirəm almışsınız, yoxsa necə? Da 1 illik Davenus'dan da, nə?
Demək o 1 illik yolda qutarır. Hə də ikincini almışam da verirsən. Hə, lap yaxşı. Yəni sənədlər necədir? Sənədlər Qaydasındadır mı? qaydasında. Taksi motoru öz yerində, 1 illikdir, sığortası öz yerində. Davenus 1 illikdir. Yəni alqı-satqıda problem olmuyor. Yox, bir dənə. Motor nömrəsi, yəni hamısı qayda qanunundan öz yerində. Alandan sonra xərclərin üstə nə düzəltdin? Alandan sonra bir balaca bir xarc çəkmişik, hə, birdən bir 200-300 manat xarcı çıxıb xarcımız. Motor nə oluşdu? Motoru yığdırmamısınız. Motor yox, yığılmır. Məndə yığılmır. Necə işləyir? Qəşəng saat kimi. Yağ azaltması, səsi. Bir dənə. Hamısı kakpolojina öz yerindədir. Lap yaxşı. Korobkası necə? 4-dür, yəni bir dənə problem yox. Atma səs? Heç bir şey yox. Olmazsa. Diferdə səs yox. Yox, o da yox, normaldır. Pol yaxşıdır. Pol çiçək kimi. Çürüyüb pası. Heç bir dənə. Olmayıb yoxsa? Yox, vəbşi olmuyor. Nə gözəl. Danqrat yerləri? Hamısı öz yerindədir. Periodun səs küyü necə? Təzə yığılır. Elə bir Mercedesdə oturursan. Lap gözəl. Təkərlərdəki normaldır. Təkərlər də normaldır. Deyirsiniz dəyişən yoxdur. Yox, dəyişəni yoxdur. Elə belə güngül var kraskaların palavinka yəni da bez detaldır. 35 il maşın deyil. Hə. Allah eləsin dəyişilməsin. Yox, dəyişmir. Kosmetik işi yoxdur. Ha? Kosmetik işi deyirəm yoxdur ki. Kosmetik işi qardaş, yəni bax dana yox. Çox cüzdür çıxdaqlar var, o da ki ehtiyac Hə, duyur. yəni kim kefindən kraskalaşsa, kraskalada bilər də. Aynalar təmiz. Aynalar təmiz, yəni Aynalar əllə mi qalxır, yan aynalar? yox. Əllə qalxır. Əllə qalxır, hə. Ruşka ilə. Şitin üstündə yoxdur ki, sədə sıçratı. Yox, heç bir dənə, gül kimi. Tərtəmiz. Sürücü tərəfə oturacaqda biraz zədələr var, elə bilin. Burada Bəli. Steniyada, hə, Steniyada bir balaca yəni düzəlməlidir. Ayrı Maşınımızın qiyməti neçə? 5200-ə deyirəm. İndirim nə qədər? Endirim olarda bir real alıcı olsa bir 4-6-ya istəyən olsa nə deyək? 4-8-ə, 4-7-yə verərəm. Hansı rayondasınız? Bərdə. Sizlə necə əlaqə saxlaya bilərlər? Bərdənin Qaraqazı kəndindən. Telefon nömrəniz? 051 740 46 33. Uğurlar arzu edirəm. Sağ qardaş. ol, var ol. Siz də sağ olun. Allah canını sağ eləsin. Sağ olasın. Əmi Allah bazar versin. Sağ ol, sağ ol. 06 maşındır sizdə də satırsınız. Bəli, Buyurun bəli. məlumat verin bilək necə maşınımız? Maşın göz qabağındadır. Çarı çürük yoxdur. Hazır maşındır. Sənədlər öz qaydasındadır. İli neçədir maşınınız? İl 89. Çoxdan işlədirsiniz? Bəli. Sənəd nədir? Formut etibarnamə. Yox, etibarnamədir. Sənədlər necədir? Hamısı bir illikdir, öz qaydasındadır. Alqı-satqıda problem olmayacaq. Yox, xeyir olmayacaq. Hamısı düzdür. Motor, Allah puza yaxşı. nömrə. Alandan sonra xərciniz oldu mu maşına? Nəsə xərc çəkmisiniz? Maşın göz qabağındadır. Saz vəziyyətdədir. Bəli, çəkmişəm. Motorun 11. Bəli. Necədir motorun vəziyyəti? Yağ yemir, əla vəziyyətdədir. Lap yaxşı. Korobkası necə? 4-də əladır. Atması, səsi, Xeyr, yoxdur. diferdə səs. Dihvində güc bir səsi var. Hansısa sürətdədirmi, yoxsa daimi olur? Yox, sürətdədir. 100-120 arasında bir kərə. Aha. Üzə qaldırmasaq olmaz. Yox, olmaz. Altında, polunda zədəsi, Xeyr, yoxdur. çürük pas yox. Xeyr, Danqrat yox. yerləri var. Bəli. Danqrat yerləri. Bəli, var, hamısı qaydasındadır. Peredok necə? Ürəyiniz istəyən kimi, öz qaydasındadır. Səsi küyü yox. Xeyr, yoxdur. Olmaz. Təkərlərdəki normaldır elə Bəli. Dəyişilənlər hansılardır? Qapı, kril, kapot. İndi olur da krezat dəyişib, amma motor kanazat hamısı öz qaydasındadır, göz qabağındadır. Ay, ön aynasında çat mı var? Zədə görürəm. Ön aynasında. Yox, Alın yox, şüşəsi. yox. Alın şüşəsində burada nəsə Yox, cızıqdır, çat yoxdur. yanlar da yaxşıdır. Oturacaqlarda biraz süzülmələr var. Hə, onlarda yəni göz qabağında Şitin üstündə də bir-iki yerində zədəsi Hə. var. İndinə Hə. görə maşınımız yaxşıdır da. İndi əsas qiymətidir maşının. qiyməti 3000-ə deyirəm, lazlaşma yeri var. 2.6-ya, 2.5-ə istəsələr vermək olarmı yoxsa? Vermək olar. Bərdədədir maşınımız. Bəli, bəli. Əlaqə nömrənizi deyə bilərsiniz? Bəli, 050 Aha. 339 4704. Allah bazar versin. Sağ ol qadın ol. Siz də sağ olun. Sağ ol. Çox. Benzində qaldırsan. Yağlar yox. Gör burada nələr var. Qardaş, Allah xeyir versin. Çox sağ ol. 07 maşını satırsınız. Bəli. Buyurun məlumat verin. Maşın necə 2000, maşındır? 06 motor, 5 karovka, diferində qəti səs yoxdur. İli 2000-dir. Bəli.
Sizdə nə vaxtdandır? 2 ildir məndədir artıq. Aformut etibarnamə. Bəli, aform. Öz adınız olan maşındır. Texniki baxışla sığortası 8 ay var hər birinə. Sənədlər qaydasındadır Bəli, mı? hamısı. Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirdiniz? Demək olar heç. Elə necə almısınız o vəziyyətdədir? Yəni özüm üçün də əl gəzdirmişəm. Yəni məsəl üçün dinamasını dəyişmişəm, ferrus aşkasını dəyişdirmişəm. Xarab olduqca işlədirsiniz də, yəni. İşlədirəm 2 ildir özümdədir sürülən də maşındır. Gündə Motorun 16 deyirsiniz. Necədir motorun vəziyyəti? Motor vəziyyəti yaxşıdır. Bir dənə karovkada problem var. O da qiymətindən çıxılacaqdır. Korobkada. Bir də istəyən qardaşlar da var. Ha, nətərdir? Baxın görün qardaş, baxın görün. Deyək görək. 2000. Neçə deyirsən? 3,5 deyirəm, yönləşərik. Real alıcıya indirim olunur. Ha, baxın da siz baxın görək. Xoşunuz gəlsə endirimi var. Ha, çox sağ ol, Xəqani qardaş, çox sağ ol. Hə, qardaşım deyir, motor yaxşıdır. Bəli. Korobka deyirsiniz, yaxşı deyil. Yox, karovkada problem var, o da qiymətdən çıxılacaq. Hansındadır, nədir? Nə 2 ilə olubdur? 5-dədir karovka, atması var. Atır, 2 skor üstə atması Hər var. saat atmasa da, amma yəni görürsüz bilən getdiyə də atmağı var. Xəqani qardaşımız, nətərdir vəziyyətin qardaşım? Bu maşını verəmi sən? Sürəkli maşındır, uduzmarsınız. Neçə deyirsən? 3,5 deyirəm. Biri nədir? 2000. 2000. Üçlə başını bağlayacaq, yaxınlar. Difer yaxşıdır qardaş. Diferində qəti səs yox. Polda vəziyyət necədir? Polda da çürüyü yoxdur. Bir dənə çürüyü sağ, sol padnuşkada var. İndi hazırda olan Hazırda çürük. var. O da elə bahalı bir şey deyil. Danqrat yerləri varmı? Var, dördü də var. Peredokda vəziyyət necədir? Normaldır, yaxşı. Səs-küy yoxdur ki. Elə yox. Təkərlərdəki işlətmək olardı hələ ki, eləmi? Bəli. Maşınımızın dəyişilənlərini soruşaq da. Soruş gör maqnitofon niyə yox? Qabaq sağ kırılosu. Qabaq sağ kırılı bu heç. Bu indidən bilinir. Sağ. Bu dəyişilməyib. Sağ. Bu dəyişilməyibdi. Xeyr, sağ. Aha. Sürücü tərəf dəyişilməyib, sərnişin tərəf dəyişilib. Başqa hansılar? Mən alandan elə bir dənə onu bilirəm. Məndə də heç bir yer dəyişilməyib. Sürücü tərəfdə kril qruntludur. O sürtülübdür ona görə. Aha, mən elə bildim bura dəyişilibdi. Yox. Kosmetik işləri var maşınımızın. O heç Yerdən söz aşağı yox. kraskalansı lap yaxşı olar. Aynalarda vəziyyət necədir? Ön Yaxşı. aynada bir dənə alın şüşəsində çıt dağı var. Yanlar salamatdır. Bəli, hamısı. Şitin də üstündə çatları var. Oturacaqların çuxollarında da Oturacaqlar altı söküntülər. yaxşıdır, çuxolları dəyişilməlidir. Qoruyucu çuxolları süzülmələri var. Yəni gözəlləşdirmək istəyən yenidən yığdıra bilər. Özü üçün sürmək istəyən xəs qoyub sürə bilər. Aparatura sistemi yoxdur ki. Aparatura sisteminin 8 kolonkası üstündədir, maqnitofonun yanıbdır. İstəyən otur yanmış maqnitofona verərəm, amma o da iş vermir, hələ gəlmədi. Xəqani qardaş elə bayaq deyir, soruş gör deyir, maqnitofon niyə yoxdur? Hə, yox, var, yanıbdır. Orijinal maqnitofonu var idi, yanıbdır. Eybi yoxdur, onu da almaq olar. Amma 8 kolonkası, orijinal 8 dənə kolonkası üstündədir. 6 arxa papiresinin önündə, ikisi də zavaskoy öz zavoddan gəlmə yerində. Maşınımızın qiyməti də 3-5-ə deyirsiniz. Deyirik, real alıcıya da maşının yanında yaxşı endirim olacaq. 3-dən aşağı düşmək olacaq, yoxsa son fikir 3-dür? Maşının yanında olar. Əsas odur sizinlə Balaca. əlaqə saxlasınlar. Telefon nömrənizi deyin. 051 474 1022. Hardadır maşınımız? Bərdədir. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Siz də sağ olun qardaş. Qardaş, Allah xeyir versin. Sizin də maşın Niva. Sağ ol qardaş. Bu qədər görməyəsiniz. Buyurun, maşınımız haqqında məlumat verin. Maşının motor ideal vəziyyətdədir, təzə yığılıbdır. Maşınımızın ili nədir ilk öncə? il 2004-dür. 2004 Razatkası yoxdur, bərbaşdan deyim. Boş-beş adamlar yığmasın, narahat eləməsin şeyən razatkalar. Arxa çəkirmi yoxsa? Arxa çəkir, hə. İl 2004-dür, razatkası yoxdur. Nə vaxtdan sizdədir? 3-4 ay olar. Satış üçün mü almısınız yoxsa işlətməyə almışdınız? Belə özüm üçün sürüf həvəsimi öldürməyə almışam. Aha, indi də satmaq Ondakı fikrinə vaxtıdır, hə. düşdünüz. Alandan sonra xərc çəkdiniz? Hə. Nə düzəltdirdiniz? Müəyyən yerləri var idi, o xırdapara yerləri var, düzəltmişəm. Bir Sənədlər- yerlərdə problem var, düzələsdi ondan. Palosun patienniki, motorun arxa saloniki, sadəcə olaraq vaxtım yoxdur deyənə vaxt elib üstə apara bilmirəm. Bahalı bir işlərdim onunla. Xeyr. 1000 manatdan başa gətirmək olar. Çox da 200 manatdan polunu doğru yığmaq olar. Korobka düşməlidir yerə. Korobka düşəndə 40 manat düşürdülər də korobkanı. Eləmi? Hə. Nə gözəl. Maşınımızın sənədləri necə? Sənədləri qaydasındadır, sənəddə urban yazılıb. Motor karburyatordur. İlin də bayaq dediyimdə 2004. Motorun kuzanın nömrəsi hamısı varmı? Hamısı
arxada, qabaqda. Tükün məsələ hamısı qaydasındadır. Gözəl. Sizdə aformutdur yoxsa etibarnamədir? Etibarnamə 8 ay var vaxtına. Maşınımızın mühərriki deyirsiz yaxşıdır. Bəli, bəli. Təzə yığılıb. Amma yağazatma var da salnikdən. Salnikçıl deyənə hə, yağazatma var. Nə qədər məsəl üçün əlavə eləmək lazımdır? Nə? Deyək, kilometri ilə mi deyək, yoxsa gündəliyini mi deyək? Dayananda da buraxır, yoxsa ancaq işləyəndə? Yox, işləyəndə buraxır. İşləyəndə də riboka sürəndə buraxır. Yəni motor da özün bilirsən ki, salnik riboka sürəndə cırılır. Ən çox hallarda onda mən maşın trasa çıxan kimi riboka sürürəm. Korobkada vəziyyət necədir? Korobka yaxşıdır bizdə. Atması səsi yoxdur? Yox, yox. Diferdəki bir dənə arxa diferdir. Palosun sağ pateniki dəyişiləsin. O da o heç güclü mahiyyət də yoxdur. 15 manatdır, 10 manatdır belə. Səs var orada? Patenik də var, hə. Altı necədir? Çürük pas. Yox, Dağa yox, daşa çürük qaldırıb yox. zədəliyəsən. Yox, yox, çürük yoxdur. Dağda daşda olub maşın. Əziyi yoxdur olmağına. O olsa da mən fikir verməmişəm. Amma altı normaldır. Öndə vəziyyət necədir? Necə? Peredokda. Peredok yaxşıdır. Səs-küyü yoxdur ki maşınımızın? Yox, yox. Təkərlər də ki, hələ ki normaldır, Normal qış təkərlərdir. Ha, arxaları qışdır, qabaqlar normal təkər. Maşınımızın dəyişənləri, qapı, kril, kapot O necə yalan deyərəm. bilmirsiniz. Yox. Kosmetik işlər var, Kosmetik işləri, hə, müəyyən yerlərində incir var. gözəlləşdirmək üçün kraskalansa yaxşı. Misal üçün qapının burasıdır, Arxa arxa tərəfdir, bu tərəfdir. müəyyən yerlərində var da, hə. Hə. Aynalar necə? Salamaddırmı? Qırıq-çat yoxdur ki. Yox, punt sistemidir, prost puntunu itirmişəm. Qapılar puntla bağlanır. Şit də Şərəf dəyişir, deyilmi? podiyomdur. Zavodskoy şit də eləyirəm. Yox, zavodskoy şitdir. Qırıq-çat yoxdur ki. Yox, yox. Monitor da quraşdırmısınız. Arxa görüntü kamerası var. Aha, nə gözəl. Maşınımızın qiyməti neçədir? Qiyməti sonu 4,5. 4-ə istəsəli verməyəsiz. Yönləşmə yollarda zəng eləsinlər. Əsas o da əlaqə saxlasın. Real alıcı əlaqə saxlasınlar. Hansı rayondasınız? Bərdə rayonunda. Uğurlar qardaşım. Ha, Sağ ol. nömrəni deyin, nömrə. 050 987 27 70. Uğurlar Orisində deyim, qardaş. ehtiyac var. Deyə bilirsinizsə deyin. 077 333 09 32. Uğurlar bir daha, sağ olun. Sağ ol. Dəyərli izləyicilər, bu gözəl əmimiz 06 maşınını gətiribdi satış üçün. Xoş gördük sizi Bərdə maşın bazarında. Buyurun, maşınımız haqqında məlumat verin bilək. Necə maşındır maşınımız? Maşın 2001-in maşınıdır. Qəbələ rayonundan gəlmişəm. Çox gözəl, xoş gəlmisiniz. 5 yarıma deyirəm. O, biraz baha deyirsiz, ha əmi? Baha deyirəm. Ha, bekara, birəcə. Mənim fikrimdir, indi bu hər köşün özünün şəxsi fikri var. İndi alan olsa razılaşmaq olur da. Nə vaxtdan bu maşın sizdədir? 3-cü ildir. Etibarnamədir mi? Aformut elətdirmisinizmi? Aformut eləmişəm, oğlumun adına eləmişəm. Hə, nə gözəl, öz adınız olan maşındır. Hə, bəli. 3 il içərisində xərc çəkilib maşınımıza? Əlbəttə. Motorun 06. 06-dır, Nive yığılıbdır. Siz yığdırdınızmı motoru? Bəli, bəli. Nə zaman yığılıb? Deməli bir 5-6 ay var. Hazırda yağazaltma, səs. Heç bir şey yoxdur. Qəşəng. Korobkasında vəziyyət necədir? Əla. 5-dirmi ön? 5-dir. Aha, 5-dir. Atma səs? Yoxdur. Diferdə səs necə? Yoxdur. Diferdə təmiz deyirsiniz. Altında çürümə başlayır? Yoxdur, yoxdur. Danqrat yerləri salamatdır? Hamısı. Peredokda vəziyyət necədir? Əla, yıldırmışam. Səsi küyü yoxdur? Bəli. Təkərlərdəki qış təkərinə köçmüsünüz. Hə. Qəbələdə bir həftədir aldım. Havalar soyub da Qəbələdə. Hə, bir həftədə aldım. Dəyişilənlər hansılardır? Nə tər ki, dəyişilənlər? Qapı, kril, kapot. Heç nə dəyişməmişəm. Hamısı özününki. Bəli, bəli. Yox, sizdən əvvəl bəs? Məndən əvvəl bir deyənmərəm, dəyişilib, dəyişilməyib, onu deyənmərəm. Amma altına dadına əl gəzdirmişəm də. Qəşəng. Kraskalatmısınızmı, yoxsa elə belə idi kraska? Kraskalatmışam. Siz kraskalatmısınız. Zədəsi yoxdur ki hazırda? Yox, heç yerində. Aha. Aynalar necədir? Salamatdır? Aynalar da salamatdır, hamısı. Qırıq-çat yoxdur heç birində? Yox. Əllə qalxır da yəqin yan aynalar? Bəli, hamısı qalxır. Hə, lap yaxşı. Qapılar pultlandır. Qapılar bağlanır pultla. Bəli. Gözəl. Şitin üstündən bir dənə çatı gedir. Oturacaqları dəyişdirib 07 qoymusunuz elə mi? Bəli. Cırıq sökük yoxdur elə bilirəm. Yox. Normaldır. Maşınımız pis maşın deyil. İndi gəldik qiymətində razılaşmağa. Görək bu izləyicilərə son qiymət neçə olsa bunlar alar bunu? 5-ə verərəm. 5000-ə də verəsiniz. Bəli. Görmək istəyəndə Qəbəliyə gəlsin.
Tutdum hara. Bəli. Lap gözəl. Telefon nömrənizi deyə bilərsiniz? Bəli. Buyurun. 050 803 01 65. 803 Bəli. 01 65. 01 65. Uğurlar arzu eləyirəm. Sağ ol. Siz də sağ olun. Sağ ol. Qardaş Allah xeyir versin. Sağ olun, Allah köməyin olsun. 07 maşını satırsınız. İl 2010-dur, 7200-ə verdik. Yəni bir dənə detal dəyişib. Dəyişən detalı yox deyirsiniz? Yox, bir dənə detal dəyişib. Hə, hansı detalda onu deyəkmi? Onun Aylaşar, hansı detal dəyişib onun? Qardaş deyirsiniz sol krel dəyişibdi bir dənə. İl 2010-dur, 7200-də deyirik, bir dənə sol krel dəyişib. Maşın nə vaxtdan sizdədir? Maşın atsa bir 3 il olar. Sənəd nədir? Tek pasportdurmu, etibarnamədirmi? Aformut. Aformut olunub öz adınıza, lap yaxşı. Xərc çəkdiniz alandan sonra maşınımıza? Yüngül hə. Maşınımızın motoru 06 motordur. Necədir motorun vəziyyəti? Qəşəng püstü, siz dənə təkəyin. Yağ azaltması, səsi? Heç nə yoxdur. Motor yaxşı. Korobka necə? Qəşəng. Atma səsi yoxdur ki? Yox, yox, yox. Diferdə səs yoxdur? Yox, yox, heç bir səs yoxdur. Diferdə yaxşı deyirsiniz. Altıda çürük pas var? Xeyr. Danqırat yerləri salamat? Bəli. Peradokun səs-küyü necə? Qəşəng, əla. Səs-küyü yoxdur. Aha. Maşınımızın təkərləri də yaxşı. Kosmetik işləri var maşınımızın. Elə-belə yüngül bir Əvvəl kraskalamış olar da yəqin ki. Yox, yox, kraskalamayıb. Maşınımızın aynaları təmizdirmi? Qırıq-çatı yoxdur şüşələrində? Yox, yox, xeyr, xeyr. Əlnənmi qalxır yan şüşələr? Xəli. Pult sistemi var? Var. Pultu da var maşınımızın. Qiymətini də deyirsiniz? 7200, ili 2010. 7200-ə deyirsiniz. 6-5 verən olsa nə deyək? Yox, yox, yox. Vermək istəmirsiniz? Dirənən yerinə 6-8-7 fikirləşərəm. Hansı rayondadır? Bərdala Çadır kəndi. Telefon nömrənizi qeyd edə bilərsiniz? 077 754 0209. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Rezini qaldır, rezini qaldır. Son yeri 7 bilə deyirsiniz. Nəyə qaldırım? Rezini qaldırarsan, gözlə bir dəqiqə. Qaldır rezini. Alo. Onu qaldırmaq olar, altına bir çəkək. Yoxsa qalxmır? Beşin tabii, görsən. Yox, dəmirini görə bilməyəcək? Yox. Hə, öt.